Duman və Toplanın macərası. Bir dağ kəndində Duman adlı güclü və ağıllı bir at, bir də Toplan adlı çevik və cəsur bir çoban iti yaşayırdı. Onlar hələ balaca ikən dost olmuş, birlikdə böyümüşdülər. Kəndin uşaqları hər gün onların oynadığını izləyər, onlarla oynamağa can atardılar. Duman və Toplan bir yerdə çəmənliklərdə qaçar, dağlara gedər, dərələrin sularında çimər, axşam isə ulduzların altında istirahət edərdilər. Onların dostluğu o qədər möhkəm idi ki, bir-birinin gözünə baxaraq nə demək istədiklərini anlayırdılar. Bir gün kəndin uşaqları ağlayaraq oba başçısının yanına gəldilər. Bizim sevimli qızıl tüklü danışan quşumuz itib, dünən meşəyə uçmuşdu. Bir daha geri qayıtmayıb. Bunu eşidən Duman və Toplan dərhal hərəkətə keçdilər. Onlar quşu tapmağa və onu geri gətirməyə qərar verdilər. Meşəyə daxil olan dostlar əvvəlcə quşun tüklərindən birini tapdılar. Sonra ayaq və qanad izlərini izləyərək sıx ağaclar arasında irəlilədilər. Nəhayət hündür daşların arasında bir çat gördülər. Bu çatın içində dərin bir mağara var idi. Mağaranın içindən qəribə səs-küylər gəlirdi. Toplan burnunu yerə yaxınlaşdıraraq qoxuları dinləyirdi. Duman isə diqqətlə ətrafı nəzərdən keçirirdi. Qaranlıq keçiddən keçib mağaranın içinə girəndə onlar bir qəfəsdə oturan qızıl tüklü quşu gördülər. Quş qorxmuşdu və səssiz idi. Ətrafında isə bir neçə qara qarğa var idi. Onlar bu qəribə quşu öz yuvalarının yaxınlığına gəldiyinə görə tutmuşdular. Quş bir söz deyə bilmirdi. Sadəcə gözləri ilə kömək istəyirdi. Toplan qarğaların diqqətini yayındırmaq üçün fırlanmağa və yüngül hürməyə başladı. Qarğalar ona baxmaq üçün yerindən tərpənəndə Duman qəfəsə yaxınlaşdı. O qəfəsi bağlayan ipi dişi ilə çəkdi və bir neçə cəhdlə açmağı bacardı. Qızıl tüklü quş tezliklə qanadlarını açaraq uçdu. Qarğalar bir anlıq yerində donub qaldılar. Bu zaman onların böyüyü, ağ tüklü yaşlı qarğa irəli çıxıb dedi: "Biz qorxmuşduq. O bizə yad göründü. Amma indi başa düşürük ki, o zərərli deyil." Duman və Toplan başlarını tərpədərək təşəkkür etdilər. Qızıl tüklü quş isə göyə qalxıb sevinc içində nəğmə oxumağa başladı. "Mən azadam, təşəkkürlər dostlarım." Kəndə dönüş və qəhrəmanlıq. Kəndə qayıdanda uşaqlar sevinc içində quşu göydə gördülər və qaçaraq Dumanla Toplanı qucaqladılar. Kəndin böyükləri isə onların cəsarətini və ağıllı davranışlarını yüksək qiymətləndirdilər. O gündən sonra Duman və Toplan kəndin rəsmi qoruyucuları oldular. Uşaqlar onlara daha çox bağlandılar. Amma Duman və Toplan üçün ən vacib bir şey idi: dostluqları və birlikdə etdikləri yaxşılıq. Nağılın sonu. Nağıl bizə öyrədir ki, hətta ən çətin anlarda belə dostluq, cəsarət və ağıllı düşüncə ilə hər şey mümkündür. Pis niyyətlə deyil, anlaşma və səbir ilə çox şey düzələ bilər.